Hər kəs salam aleykum millət. Bu gün sizlərlə birlikdə gördüyünüz bu skin paketi necə qurulur, necə quraşdırılır onu göstərəcəm. İlk öncə açıqlama və yorumlarda qoyduğum Telegram linkimiz var. Daha doğrusu qrupumuz. Həmin o qrupa daxil olursunuz. Sizi belə bir baxın bura atacaq. Warbex Hackə. Burada bütün hamısı var. Hansına istəsəniz girib baxa bilərsiniz. Məsələn bu. Bura gəlib ən axırıncı baxın Warbex Max Skin paket. Bunun üstünə 3 nöqtəyə basıb indirilənləri qayd etdirsiniz. Qayd etdikdən sonra buradan çıxıb Play Store-a gəlirsiniz. Play Store. Ara yerinə bura Zarchiver yazırsınız. Baxın Zarchiver. Gəlirik. Buradan yükləyəndən sonra aça basırsınız. Buradan Dovland, Telegram. Baxın həmin o skin paketin dosyasını tapırsınız. Hansı olsa sizdə. Bir dənə üstünə basıb görüntülə. Bir dəfə də üstünə basıb Warbex Max Skin paket. Bunun üstünə bir dəfə basırsınız. Bir dəfə basıb. Aça basırsınız. Baxın bu şifrə istəyəcək sizdən. Şifrəsi də 1 saat ərzində Telegram kanalıma atacağım bir video linki olacaq. Həm də video linkindən ala bilərsiniz. Mən də yazıb yayıram. Və qarşınıza belə bir şey çıxacaq. Şifrəni yazdıqdan sonra Max Skin V1-in üstünə bir dəfə basırsınız. Content-in üstünə bir dəfə basıb Packs. Bunu kopyalayırsınız. Obzdrak OBB-ni kopyalayıb, buradan üstə basırsınız. Baxın, 0 olan yerə bir dəfə basıb, cihaz hafızası, Android, buradan data, aşağıya düşürsünüz. Baxın, bu dosyanı tapırsınız. İptal. Baxın, bu aşağıdakı bu yapışdır bölməsinə toxunursunuz. Gözləyirsiniz. Kopyala. Tamam. Videomuz bu qədərdir. Videomu bəyəndinizsə like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.